Dediniz ki pensiya ilə. Nə qədər pensiya alırsınız siz deyilsə? Valla mən cəmi bir il Ali Məhkəmənin sədri olmuşam. Qalan hakim olmuşam da. Yəni hakim pensiyası ilə deputat pensiyası, mən əvvəl hakim pensiyası alırdım yarı qədəri. Ondan sonra keçdim deputat pensiyasına. Deputat pensiyası deputat maaşının 80% qədərdir. Yəni ondan çox olduğuna deputat pensiyası Daha deputat pensiyası alırsınız. Aha, qədərini açıqlamaq istəmirsiniz. Valla da o bilinir də. Yaxşı. Tahir müəllim və dediniz ki, Vəhdət Partiyasında dəyişikliklər olacaq. Hər halda proqnozlar budur. Əgər yəni istənilməsə, hər halda partiyanın qərarı olacaq. O siz istəsəz belə kimsə dəyişiklik olsun, partiyanın qərarı olacaq. Getməsəz, gedəsi olmasaz partiya sədri kimi neynəmək fikriniz var? İstiqamətləriniz, planlarınız nədən ibarətdir? Mən çətinlik çəkirəm. Şəxsən rəhbərlik edirəm, açığını deyim. Partiyanın içərisində artıq, misal Gəncə təşkilatının sədrini yaxında dəvət elədim. Gəncə Basar digərlərinə şəxsən söhbət aparıram. Partiyanın içərisində vəzifəli şəxslərlə aparıram. Çünki onlar bir növ şoka düşüblər ki, hara gedirsən sən filan. Biz görürsən ki, o İsa Qəmbər getdi, gördü partiyası nə günə qaldı, nə filan, belə neyniyər. Amma mən onları inandırmaq istəyirəm ki, biz daha güclü olacağıq. Bir lap belə kobud misal deyim, deyirlər sən balığın başı lazım, yoxsa balığın özü. Mən indi bir var ki, sədr olam, maliyyəsi çətinliklə partiyam zəifliyə gedə. O partiyanın qüvvəsi olmur axı. Mən sədr qalım. Neyinirsiniz mən tək oldum sədr? Yox, sizin çəkilməyiniz partiyaya maliyyə axınının gələcək. Mən elə o bir mexanizm üzərində düşünürük ki, mənim çəkilməyim, o gənclər, onlar müəyyən imkanlar yaranacaq partiyada. O imkanlar yaranacaq və o balığın özü xeyri görəcək. Yəni o müəyyən detallar var ki, onları açmaq istəmirsiniz. Mən açıq danışıram ki, mən öz vəzifəmi qurban verməliyəm. Kim 30 ilə zülmlə qurduğu partiyanı, yəni onun nizamlanan proqramının A hərfindən Z-nə kimi hamısını özüm mən əziyyət çox çəkmişəm də. Belə mən niyə görə verərəm? Ancaq onun xətrinə ki, partiyam yaşasın, inkişaf eləsin. Böyük ümidlərim var, buna alınacaq. Və mənim nəzərdə tutduğum namizəd bunun öhdəsindən gələcək.